Professorlarımız maşallah buradadır. Ziyalarımızın çoxusu buradadır. Süleyman müəllim, xahiş elədim bir xeyir-duanız vermək istəyirsiniz, sözünüz deyərdiniz. Qısa bir göstəriniz. Göstərisiniz, çox sağ olun. Mən görülən işlərin nə qədər böyük əhəmiyyət kəsb etməsini, əlbəttə ki, hamımız kimi nə qədər əhəmiyyətli olmasını anlayaraq bu günlərdə bu görüşdə iştirak etməyimi özüm üçün lazım bildim və çıxışın söz verdiyinizə görə təşəkkürümü bildirirəm. Tədris ölkənin bütün problemlərinin həll olması istiqamətində dövlətin müəyyənləşdirdiyi ən ciddi bir sahədir. Yalnız tədris hər şeyi müəyyənləşdirir. İndi bax, Mehmet Ceyhun müəllim toxundu bizim ölkəmizin bugünkü əldə olunmuş uğurları bu tədrisin, biliyin, ağılın, zəkanın ancaq nəticəsi ola bilər. Ancaq onun hesabına sən idarəçiliyin səviyyəsini, ölkənin inkişaf səviyyəsini, insanların düşüncə istiqamətinin formalaşdırılmasını və eyni zamanda ölkənin maddi imkanlarının ağılla düzgün istifadə edərək belə bir ordu yaradıb qalib gəlmək yolunu əldə etmək ola bilərdi. Bu yalnız zəkanın nəticəsidir. Deməli, hər şey məktəbdən başlayır. Mənim məzlərim, indi mən 60 ildir tədrislə məşğulum, ali tibb təhsili ilə məşğulum. İndi də davam edirəm. Bəzən ali savadlı şəxsdən soruşursan ki, ali savadlı, universitet demiş adam, Fikrət Əmirov, Qara Qarayevin əsərlərinin birinin adını bilmir. Bu necə məktəb tutar? Ona dərs deyən, ali savad almış, universitetdə bilik əldə etmiş, o professorlardan savad almış, o müəllimlər onunla təmasda bəs onun milli qürurunu formalaşdırmaq üçün ona sənin xalqının hansı istiqamətlərdə, hansı uğurlar var, fikrini, biliyini çatdırmaq istəməyibsə, daha düz desək, bilməyibsə, başarmır. Bu nətər olur, nətər tədris. Məktəb, biri var yaxşı işçi, bir də var yaxşı işçi. Məktəb direktoru, bəli, burada toxunulur. Məktəb direktoru gərək həmişə nümunə olsun. İndi 8 Martda müəllimə hədiyyələr, birinci direktorun özünə müəllimlər gedib təbrik eləmək üçün o lazımdırmı? O gərək olmasın, birinci. Və oradan başlayır hər şey gəlmək. Və ümumiyyətlə məktəb direktorunu vəzifəyə qoyaraq ona hörmət etmək lazımdır. Dövlət səviyyəsində. Necə? O, əziyyət çəkməsin. Məktəbdə bu və ya digər işləri qaydaya salmaq üçün gərək kiməsə məktub yazasan, o kimə isə ötürsün, vəsait ayrılsın, haçansa gəlsinlər, nəyisə qaydaya, bunlar arada ötmür. O dəqiqə gərək, hansı çatmazlıq məktəbdə varsa, o dəqiqə ona yardım olmalı, kömək olmalı, onun büdcəsi olmalıdır özünün. O əziyyət çəkməməlidir işləri qurmaq üçün. Onun texniki və s. bütün vəziyyətlərini qaydaya salmaq üçün. Ona görə də heç bir valideynə ihtiyacı olmasın. O hər şeydə azsa valideyn nəysə, necə məktəbcüsə, nə elə bilər, o tamamilə fərqli bir istiqamətdir. Gərək bu düşünülmüş bir sahə olsun, istiqamət olsun. Məktəbə yüksək səviyyədə dövlət qayğısı, hər kəsin gərək yüksək səviyyədə hörməti olsun. Müəllim necə özünü aparırsa, onun sözünün əhəmiyyəti az,
Yalnız onun hərəkətinin əhəmiyyəti var. Ona görə də şagirdlərin səviyyəli olması üçün ona ləyaqətli, səviyyəli müəllimlər gərək dərs desin ki, onlar da ondan ibrət dərsi ala bilsin. Südef müəllimin özü də akademik şəkildə neçə ildir tədrislə məşğuldur. Yəni, Mən dedim, mən 60 ildir tədrislə məşğulam, bəli. Söhbət sonda vaxtınızı çox almayın. Mənim də ürəyimdə olur. Ancaq bir məsələ daim diqqətimizdə olmalıdır. Məktəb, tədris bütün hallarda ölkənin inkişaf mərhələlərini müəyyənləşdirən bir sahədir və hər kəs bütün dövlət səviyyəsində, hətta Şahlar müəllim bilirsiniz nə deyir? Şahlar müəllim çox tanınmış professor, sabiq millət vəkili, bu işlərlə ömür boyu məşğul olmuş, deyir ki, ölkədə birinci nazirlik təhsil nazirliyidir. Qalan nazirliklər sonra, ondan sonra sayılmalıdır. Tədrisin o qədər döşəməti var. Özü müasir dövrdə, müasir texnologiyaları öyrənmək sayəsində xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdir. Bunun üçün də gərək son dərəcə səviyyəli məktəb, son dərəcə səviyyəli müəllimlər olsun ki, şagirdlər də səviyyəli inkişaf edə bilsinlər. Heç vaxt unutmayın, Azərbaycan təfəkkürü çox perspektivlidir. Azərbaycanlının inkişafı üçün yalnız ona şərait yaratmaq lazımdır.